Salam dostlar, sizsiniz dostlar. Bir istənilən təzyiqlə şahmat dörsünə qarşınızdayım. Dostlar, bugün nə edəcəyik? Dostlar, nə qədər dostlar dedim. Bugün gördüyünüz kimi Praqanın online'dan Maksim Vaşiloqrafın oyuna baxacağıq. Bildiyiniz kimi dünənki videomuzda mən Fabian Caruana ilə Alireza'nın oyunu göstərmişdim. Və heç olan vəziyyətdə Alireza uduzmuşdu və Fabian Caruana da qalib gəlmişdi. İndiki oyunumuzda isə Fabian Caruana yenə birinci yerdə gedir, ikinci yerdə yenə Maksim Vaşiloqraf, üçüncü yerdə yenə Praqanın da gedir. Dostlar, dedikdən sonra gəlin keçək həmin bu bizim Maksim Vaşiloqrafla Praqanın da arasında keçən bir oyunumuza. Dostlar, bu oyun heç bitir. Mən birinci onu söyleyeyim. Ama bu oyunda çok şeyler olur. İndi gəlin vaxt keçmədən başlayaq. Burada Y4'dən Praqananda oyuna başlayır. Jack burada S5 Sicilya oynayır. Maksim Vaşiloqraf. At F3 Asıq Sicilya variantı. Bunu dostlar istəsəz at C3 də oynayıb. Qapalı Sicilya variantına girə bilərsiniz. Burada at C6 F4'dən sonra Grand Prix atak oynaya bilərsiniz. Amma çox adamda oynadığı kimi at F3 gedişdə burada var. At F3 D6 Y6 oynamaq olar. Variantlardan biri D6'dır. D4, C4, at D4, at F6, at C3, A6, N4 variantı. Dostlar, bundan başqa J6 variantı da var. Bu variant Dragon variantıdır. Bu variantı F3 və yaxud da ki fil Y3 gedişləri ilə oyunu davam edə bilərsiniz. Burada at C6 çıxırlar. F3 oynayaraq siz vəzir D2-ni hazırlayırsınız ki, məsələn, baxın, burada indi vəzir D2 at J4-dən bu atı narahat eləmək var. Burada biz F3 oynayaraq bu atın buraya gəlməsinə imkan vermirik. Sonra vəzirimizi D2-yə qoyaraq oyunumuza davam edirik. Fil C7 məsələn üçün vəzir D2. Qısa qala qurmaya uzun qala qurub rəqibə hücumlarımıza davam etdirəcəyik. Rəqibə qarşı. Ancaq dostlar, burada bu vəziyyətdə 6 gedişin gəlir Maksim Vaşiloqraf. Və burada fil C4 variant Praqananda oynayır. Y6. Burada dostlar Y6 gedişlərindən şəhərdən nadir qarşıma oldu deyə bilərəm variantlar əvvəl ki. Çünki Y6 gəldikdən sonra bunun məqsədi nədir? F7 ilə baxışı azaltmaq. Bunlardan bir məqsəddir. Amma mənfi tərsləri də var ki, D6 piyadası zəiflədir və bu fil bir müddət daha içəridə qalmalıdır. Və dostlar, burada belə bir şey də Maksim Vaşiloqrafa deyə bilərik ki, burada B5, B4 gələrək bağda təzyiq oluşdura bilər. Və burada A3 gedişini Praqananda oynayanda fil Y7, fil Y3, qala qurma, vəzir Y2. Burada dostlar, ya qısa quracaq, ya uzun qala qurma quracaq. Çox bilindirmir. B5, fil A2 və görürsünüz B4 oynanıla bilmir. A3 əsas məqsədlərindən biri. Fil B7, uzun qala qurma, at B7, atını oyuna çıxardır. C6-dan çıxarmamasının səbəbi mənə elə gəlir ki, bu filin Y4 hamlasına olan hücumuna məncə bunu aid eləmək olar. F3, top 8, vəzir Y1, atı mərkəzi gətirdi. H4, artıq Maksim Vaşiloqrafa hücum eləyir. Praqananda at D7, şah B1, burada bu xəttdən çıxartdı. At C4, at çox qəşəng yerləşdi. Həm də gördüyünüz kimi dostlar, fil də istəyirdi. Fil C1-ə qaçdı, fil F6, fil J5, fil J5, H5, vəzir J5. Dostlar, burada mən bir vəziyyətdə daha deyə bilərsiniz ki, dostlar, burada J4 gedişlərdən biri də var idi. Burada indi niyə fil J5 oynadı, onu da deyəcəm sizlərə. J4 gedişinin məqsədi nədir? J5 gəlib, H5 gəlib, burada daha çox hücumu artırmaq. Və J5 oynadıqdan sonra, dostlar, fil Y7 gələrək, fil burada pasiv yerdə qalacaq. Yəni, burada J5-dən sonra H5, H6 rəqibin bu piyadalarına hücum edərək şahı zəiflətməyə çalışacaq. Bəs fil J5-in məqsədi nədir? Düzdür, biz burada bir piyada itiririk, ancaq qarşılığında H xəttimizi açırıq.
Buna görə də burada bu dəyişmə gerir proqramda. Burada bundan sonra proqramda J4 gəlir. At F6, at Y2 bir qədər sərgəsiz olur. Top D8, fil C4, top C4. Buradakı atardan qaldırır. Çünki vat çox yaxşı yerdə dayanmışdı. Vəzir F2, top D7, vəzir H2. Gördüyünüz kimi burada bir hücum var. Y5, top D3, H6, at J3, at F5 istəyir. J6 ilə bura əngəllənsə də H6 piyadası başladı. Vəzir H6, vəzir H6, top H6. Bu piyada başladı olsa da dostlar, əvvəldən Maksim Aşilaqra piyada götürdüyü üçün bu nöqtələr şey göstərmir. Bir sərsiz göstərmir. Tali vəzlərin dəyişilməsindən sonra Maksim Aşilaqra daha da rahatlayır. Və burada at H7 gedişi gəlir. Məqsəd, məsələn üçün, atı J5-ə gəlmək ola bilər. Şah C1, at J5-də gəlir. Top H1, şah J7, at Y2, top C8, şah D2, şah F6, şah Y3, şah Y7, top D2, at Y6, at C1, D3 şəbəkə. Burada gəlmək var. Top CD7, top H D1. Və burada dostlar, Maksim Aşilaqrafdan topu seçici olaraq qurban gördürük. Qurban verdiğini görürük topunu. Bu fikrin arxasında yatan fikir nədir? Top C3, B C3, təzədən yenə top C3, təbii ki də top D3, top C2-dən sonra biz bir top versək də, yəni bunun qarşılığında at və 2 piyada almış oluruq. Daha doğrusu fil 2 piyada. Və burada top D6-ya da at D4 gəlirik. Atımız daha qəşəng mərkəzdə yerləşir. Topumuz ikinci xəttədir. Və sayın 2000 yaşlıqlara görə biz bunu verdik. Topu. Və dostlar, burada diqqət etdirin ki, atın bura gəlməsi nəticəsində bu topu, bu topu qoruyamır. Və indi mən bunu istəyirəm. Burada top B6 gedişi gəlir. Proqramandadan. Fil C8. Burada təbii ki dostlar, bunu qorumalıdır. C5, fil E6, bunu boşa qoyur. Top H6, top C3, şah D2. Həm dostlar, burada mən deyim, yax bunu qorumalıdır. Amma əslində, yəni, çox vacibdir. Niyə? Çünki əslində, yəni, fil E6-ya gedəndən sonra filmi aktivləşdirirəm və bunu qurban verirəm. Top H6, top C3 gəlirəm, sonra top C2, şah Y3, top C3. Geri təkrarı ilə boyun yetisi olur. Bəs dostlar, baxın, görək, burada başqa gedişlər var idimi və bunlar niyə gəlmədi? Top C2-yə bizim 2 dənə cavabımız var. Ya şah oynayacağam, ya da şah oynayacağam. Mən dostlar, şah bura gedişlə şah burada fil H3 mat var. Bir də var. Şah D3. Şah D3-ə də fil C4. Şah Y3. Top C3. Top Y2 dostlar görürsün, bunu vururam. Top C3. Şahın burada yine 2 tane geliş var. Mesela şah D2'ye. Top F3 vururam. Və burada dostlar gördüğünüz kimi bir piyada burada proqramda yəni bir xal üstün olsa da bizim burada növbəti gedişdə bunu vurub ya da buna hücum edib ikisindən birini vurub keçid piyalar yaratma imkanımız var. Öyle de şah D3 yaxşı gediş deyil. Məntiq yəni şah Y3 qalır. Burada da oynayacaq çıxardılar. Dostlar, inşallah ki videomu sevmişsinizdir. Eğer videomu sevdiyseniz aşağıdan like atıp kanala abone olmayı unutmayın. O birisi kanalıma da abone olurseniz sevinirim. Bu kanalıma da həmçinin. Özünüzə çox yaxşı baxın. Bay bay.